Rus məktəbinin olmağı Rus universitetinin olmağıdır. Düzdür ya, məktəb varsa bunun universitet də olmalıdır. Bu ali təhsil almalı. Universitet varsa magistr da olmalıdır. Elmi dərəcə Elmlər Akademiyasında da bölümü olmalıdır. Elmlər Akademiyasında, universitetdə Rus bölmələri varsa iş yerləri də olmalıdır. Rusca bu adamlar arası işləməlidir də. İş yerləri də olmalı. Rus yerlərində işlər varsa bunun televiziyası da olmalıdır. Bunu gördünüz bir məktəb hara qədər getdi, çıxdı. Və baxın o gün mən bir Rus blogeri gəlib deyir ki, biz Bakıya birinci dəfə gəlmişik. Çox gözəl şəhərdir, qəşəng şəhərdir, təmiz şəhərdir, təhlükəsiz şəhərdir və əhalinin 80% Rusca danışır. Mən burada heç özümü yad kimi hiss eləmirəm. Bu bizə fəxr deyilsə, o Rus sözünü burada yad hiss eləməlidir. Amma mən sizə əmin edirəm, Rus Gürcüstana getsə, Ermənistana getsə, özünü yad kimi hiss eləyəcək. Bizdə adi girir, bir dənə ən geridə qalmış məhəllədə bir məhəllə marketinə girsin Rus, desin privet kaptela, bizimki orada bülbül kimi Rusca cəhcəh vuracaq bundan. Niyə qardaş? Bildik də hamımız Rusca bilirik, nə qarağın? Ya o baxımda millətin problemidir də. Niyə hər şey dövlətin üzərində yığılır ki? Çünki danışmasın da dövlətimə deyil. Vətəndaşa ki, sən küçədə, Bakıda Rus dilində danış. Bizim nazirlərin 80% Rusca danışır. Bir dənə bax indi istər yox Tural bəy. Söhbəti fırlayıb nazirlərə gətirir. Ondan götürür də. Kimdən götürür? Nazirə baxıb nümunə götürür. Təbii ki, vətəndaş küçədə Rusca danışır, danışmasın da. Bəs mən sizə bir şey deyim də, iş yerlərində hamısı Rusca danışır. Niyə? Şöbə müdirinə baxır, şöbə müdirinə baxır, müdir böyüyünə baxır, o da nazirinə baxır da gedirlər. Düz Nəzməddin Sadıqov dünənə qədər 20-ci ilə qədər bizim hərbi iclasları Rusca aparırdı. Tapşırıqlar Rusca verirdi və Rusca başa düşməyən generalları ayağa qaldırıb danlayırdı, sən tupoysan deyir mənim tapşırıqlarım. Tamaşaçı yanlış anlamaz, mən Rusunun qəti müdafiə eləmirəm, amma qəti şəkildə mən ölkədə Rus məktəblərinin olmasının əleyhinəyəm, olmamalıdır. Olsun, bəli. Amma küçədə Rusca danışanları da onun günahını da dövlətdə görməməli. Vətəndaş özü rus dilində danışmamalıdır. Bir şey deyim. Həmişə cəmiyyətin belə deyək. Vətəndaş görmür ki, bu Rusiya bizim başımıza oynatıb. Niyə onun dilində danışır? Bilirsiniz niyə? Çünki vətəndaş görür ki, dövlət işində işləyəndə gəlib orada yazırsansa Rusca bilməli. Məsələn, süpürgəçi götürürlər, yazırlar Rusca bilməlisən. Baxın, istənilən gəlin girə iş axtarış yerlərinə tələb qoyulub. Rusca bilməlisən. Yox, aşağı Tural bəy. Elə şey gəlin baxın, niyə yoxdur? Gəlin bax, süpürgəçi, bank işçisi şərt. Rusca təsərrüfat işçisinə də eləcə Rus dilində absurd yanaşmadır, elə şey olar. Gəlin baxın, gəlin iş yerlərinin axtarana baxın, yazırlar ki, iş yerindən fərqi olar. Məsələn, ən aşağı səviyyədə Ruscanı bilməlisən, amma məsələn, orta işlər, bank işçisi filan bilsin nə yazırlar? Yazırlar, Rusca məcburi şərtdir, İngiliscə orta səviyyədə bilməyin yetərlidir. Yəni deyirsən, mən niyə Rusca bilməliyəm? Hətta təmizlik işlərdə. Hamı, Azərqazdan 80 nəfər imtahan edib çıxartmayıb o gün. Təmizlikçiləri, imtahan edib, süpürgəçiləri, Azərqaz. Nədir, xarici dildən imtahan edib? Bilmirəm daha nədən imtahan. Bəlkə soruşub Azərqazın müdürünün atası neçənci ildə andan olub. Bürcülər, nə bilim o süpürgəçini nədən imtahan eləyərsən? 80 nəfər süpürgəçini işdən çıxardıb. Nə bilim, bəlkə soruşub ayağımın razmerini içə deyil. Nə valla ciddi deyil. Amma bu süpürgəsindən nə soruşarsan sən? Bax, süpürməkdə yeri, ya Allah, bismillah, süpür getsin. Bunu sən necə işdən çıxartmaq üçün imtahan edir? Yəni, iş yerləri də elədir. Bu şərtdir. Mən baxıram, bir dənə bizim vəzifədə olan, bax, neçə faiz, bax, mənim kimi səlis Azərbaycanca danışır vəzifədə olandan, neçə faizi? Hıyaxı demir, dildə əzə-büzə danışmır. Yox, o qədər də deyil. Kifayət qədər Azərbaycan dilini yaxşı bilən bizim məmurlarımız var. Qədər, hə. Onların içində bir neçə nəfər ola bilər, Rus dilli falan, amma əksəriyyət. Hətta Rus dilli olmayan da dilini fırrada bilirsiniz, mən biraz Rusca. Bizi kompleks yaşadıblar insanlara. Daha cəmaat da baxır ki, müdürü, hamısı Rusca danışır. Həkimləri Rusca danışır, baş həkimləri. Kim? Nazirlərin hamısı. Məsələn, Xarici İşlər Nazirimiz danışanda Rusca danışır, təmiz Azərbaycanda danışır. Xarici İşlər Naziri Rusiyaya gedəndə nə dildə danışır? Rus dilində. Niyə Rusca danışır? Niyə bilir də, niyə danışmasın? Yaxşı, onda Cibutidə gedəndə nə dilində danışır? Yox, burada danışanda. Cibutidə nə dilində danışır? Burada danışanda Rusca, Azərbaycanda danışanda normal danışa bilmir. Ay Tural bəy, xatırınız Qazaxıstan prezidentindən Putin debatı olmuşdu. Bu dərin masada Putin çıxış elədi, dedi ki, Qazaxıstan əhalisi 80% Rusca danışır. Qazaxıstan prezidenti privet dedi, dalını Qazax dilində danışdı, yəni türk dilində danışdı. Niyə? Çünki biz öz dilimizi nümayiş elətdirməliyik. Yəni mən onun tərəfdarıyam. Nə nazirlərimiz, nə indi bir adlarını çəkməyim, tək Xarici İşlər Naziri, mən hamısını çəkərəm. Nəinki xarici səfərlərdə öz dostlarınla, öz WhatsApp yazışmaları, gəlin baxa görə hansının telefonu neçəncisi neçə dildədir, hansı dildədir. Məndə türk dilindədir. Görək onlarda nə dildədir telefonlar. Yəni izah eləyə bildim. Əvvələdir, Tural bəy, indi ingiliscə danışırlar.
O da var, o da var. Ama yok biz Rus... O siz dediğiniz o Rus dillilər əvvəl idi. İndi ingiliscə danışırlar. Valla kaş Rus dillər əvvəl o köhnə kişilər vardı. Ziya Miya filan o nə bilim şey var idi. Abid Şərifov var idi. Nə bilim o qarınlı kişilərimiz vardı vəsfəli. Bunlar heç olmasa bilirdin ki, Rusça qırıldasalarda bir içlərində bir Azərbaycan məhəlləsi görüblər, bir Azərbaycan bilirlər, kənd görüblər. Dana nədir bilirlər, düyə nədir bilirlər. Düzdür, yəni də bir Bakıdakı bilir ki, nə bilim Bakı nədir, küçələr nədir. Amma indikilər maşallah elə bir kosmosdan gəliblər, lunatik kimi düşüblər, hələsi. Mən məsələn baxanda onlara deyirəm, bunlar nədən danışır? Hansı ölkədə belə qəşəng terminlər, terminologiyalar, öz hamısında ingiliscə terminologiyalardan istifadə edirlər o çıxışlarında. Yəni bu hardan gəldi? Sözümün canı odur ki, Tural bəy, biz xalqımızla nümunə götürürük. Kimdən? Bizlərdən, ziyalılardan, elm adamlarından, siyasətçilərdən, məmurlardan. Ona görə biz nümunə göstərməliyik.